Salam əziz izləyicilər. Mövzularımız məxrəzləri müxtəlif olan kəsirlərin toplanması və çıxılmasıdır. Məxrəzləri müxtəlif olan kəsirləri həm toplamaq, həm çıxmaq üçün biz həmin məxrəzləri ortaq məxrəcə gətirib, daha sonra isə məxrəzləri bərabər olan kəsirlər kimi toplaya bilərik. Məsələn, bizə 2 kəsir veribsə, biz onları necə toplayaq? 5-də 4, üzərinə gəl 20-də 1. Əvvəlcə məxrəzlərə əküb tapılmalıdır. Əküb 5 və 20. Onu da qeyd edim ki, əkübün tapılmasını bundan əvvəlki mövzu izahlarında izah etmişəm. 5 və 20-nin əkübü 20-dir. Hər ikisinin məxrəci 20 olaraq əvəz olunmalıdır. Daha sonra tamamlayıcı vuruq tapılır. Tamamlayıcı vuruğu tapmaq üçün aldığım bu əkübü, yəni məxrəcə aldığım əkübü əvvəlki kəsirlərin məxrəcinə bölməklə tapıram. 20-ni bölürəm 5-ə 4, 20-ni bölürəm 20-yə 1. Yəni birinci kəsirin tamamlayıcı vuruğu 4, ikinci kəsirin tamamlayıcı vuruğu 1 oldu. 4-ü 4-ə vuranda 16, 1-i 1-ə vuranda elə 1 eləyir. Daha sonra 20-ni olduğu kimi yazıram və sürətləri toplayıram. 17 sürətdə, 20 isə məxrəzdə yazılır. 3 kəsirdə toplana bilər. Məsələn, yazaq. 6-da 1 üzərinə gəl. 3-də 1 üzərinə gəl. 4-də 1. Yazırıq əküb 6, 3 və 4-ə. 3 ədədin əkübü həm 6-ya, həm 3-ə, həm də 4-ə bölünən ədəd, ən kiçik ədəd 12-dir. 12 üzərinə gəl. 12 üzərinə gəl. 12 yazırıq. Daha sonra tamamlayıcı vuruqlarını tapaq. 12-ni 6-ya böləndə bunun tamamlayıcı vuruğu 2. 13-ünü 3-ə böləndə tamamlayıcı vuruğu 4. 13-ünü 4-ə vuranda tamamlayıcı vuruğu 3. 2 birim 2. 4 birim 4. 3 birim 3. Bərabərdir. 12-də sürətləri toplayıb yazırıq sürətdə. Bərabərdir. 2 ilə 4 toplayanda 6. 6 ilə 3 toplayanda 9. Cavabımız eləyəcək 12-də 9. Təbii ki, sonra biz bunu ixtisar da apara bilərik. 12 və 9 hər ikisi 3-ə ixtisar getdiyinə görə 3-ə bölək. 9-u 3-ə böləndə 3, 12-ni 4-ə böləndə 3-ə böləndə 4. Yəni 12-də 9 kəsiri həm də 4-də 3 kəsirinə bərabər olar. Həmçinin məxrəzləri müxtəlif olan kəsirlərin çıxılmasında da yenə eyni üsuldan istifadə edirik. Kəsirlərin məxrəzlərini əküb tapırıq, daha sonra tamamlayıcı vuruğu tapıb hesablamalarımızı aparırıq. Məsələn, 8-də 7 çıxılsın 4-də 1 bərabərdir. Əküb 8 və 4-ə əküb tapırıq. 8 və 4-ə əküb elə 8-dir. Məxrəzlərimiz deməli 8 olacaq. Birincinin tamamlayıcı vuruğu 1-dir. İkincinin tamamlayıcı vuruğu 8-i 4-ə böləndə 2-dir. 7 birim 7 çıxılsın 2-ni 1-ə vuranda 2. 7-dən 2 çıxanda isə cavabımız eləyir 5. Deməli 8-də 7-dən 4-də 1 çıxanda 8-də 5 alınır. Başqa bir nümunəyə baxaq. 15-də 2 çıxılsın 10-da 1. Əküb yazırıq. 15 və 10-a. 15 və 10-a əküb. 15 və 10-a bölünən ən kiçik ədədimiz 30-dur. Deməli 30 çıxılsın. Məxrəci yenə 30. 30-u böləndə 15-ə tamamlayıcı vuruğu 2. 30-u böləndə 10-a tamamlayıcı vuruğu 3. 2-ni 2-yə vuranda 4. 3-ü 1-ə vuranda 3. Deməli cavabımız eləyəcək 30-da 4-dən 3 çıxıram 1. Başqa bir nümunəyə baxaq. Məsələn, 1 çıxılsın 12-də 5 çıxılsın 6-da 1 kəsiri veribsə. Baxın, biz burada 1-i 12-də 12 ilə əvəz eləyə bilərik. Çünki 12-ni 12-yə böləndə 1 eləyər. Yəni buradakı bu 1-in kəsirindən əvəz olunması üçün bunu elədik. Çıxılsın 12-də 5, çıxılsın 6-da 1. Yenə yazırıq əküb 12. 12-ni 2 dəfə təkrar yazmaya ehtiyac yoxdur. Elə 1-dən 12 yazırıq və 6. 12 və 6-ya əküb elə 13-ün özüdür. 12-də 12 olduğu kimi qalır. Çünki məxrəci elə 12-dir olduğu kimi qalır. Və ya da tamamlayıcı vuruğu 1-dir. Yenə də 1-ə vursaq sürətlər eyni alınacaq. Çıxılsın 12-də. 12-ni bölürək 6-ya 2. Bunun tamamlayıcı vuruğu oldu 2. 1-i 2-yə vuranda 2. Bərabərdir. 12-də sürətləri bir-birindən çıxıram. 12 çıx 5 çıxılsın 2. 12-dən 5 çıxanda 7, 7-dən 2 çıxanda cavabımız eləyəcək 5. Yekun olaraq cavabı alırıq 12-də 5.
Bəzi misalların içərisində isə həm toplaması, həm də çıxması olacaq. Birdən də nümunə ona aid yazaq. 1 çıxılsın, 3-də 2, üzərinə gəl, 4-də 1. 1-i biz buradan 3-də 3 yaza bilərik. Yəni birincinin məxrəcinə uyğun, sürət və məxrəci bərabər olan kəsir kimi yaza bilərik 1-i. Çıxılsın 3-də 2, üzərinə gəl, 4-də 1. Əkob 3 və 4 tapırıq. 3 və 4-ə bölünən ən kiçik ədədimiz 12-dir. O zaman 12, burada üstə gəlmə yazaq. Birincinin tamamlayıcı vuruğu 12-ni 3-ə böləndə 4. İkincinin tamamlayıcı vuruğu yenə 4. Üçüncünün tamamlayıcı vuruğu isə 12-ni 4-ə böləndə 3. Deməli, bu olacaq 12-də 12 çıxılsın. Bu olacaq 12-də 8, bu da olacaq 12-də 3. Bərabərdir. Bəs bunu necə hesablayırıq? Əvvəl sırasıyla çıxmanı, sonra toplamanı. Yəni 12-dən çıxaram 8, üzərinə 3 gələr. 12-dən 8 çıxanda 4 eləyər. 4-ün də üstünə 3 gələndə cavabımız eləyəcək 7. Eynən bu misalın, baxın, eynən bu misalın ikinci həll yolu necədir? Misal olduğu kimi köçürdək. Yenə burada 1-i 3-də 3 ilə əvəzləyək. Çıxılsın 3-də 2, üzərinə gəl 4-də 1. Bu ikisinə məxrəci eyni olduğu üçün bunları çıxa bilərəm. 3-də 3-dən 3-də 2 çıxanda 3-də 1 eləyir. Üzərinə gəl 4-də 1. Daha sonra yazırıq əkob 3 və 4-də. 3 və 4-də əkob 12-dir. Sonra gətirib 12-yə tamamlayırıq. 12 burada tamamlayıcı vuruğu 4, bunun tamamlayıcı vuruğu 3. 4 birim 4, üzərinə gəl. 3 birim 3. Cavabımız yenə alınacaq 12-də 7. Baxın, hər iki cavabda, misalın hər iki cavabında 12-də 7 alındı. Bu birinci üsul, bu da ikinci üsul. Hansı üsul asan gəlirsə, həmin üsuldan istifadə edə bilərsiniz. Hər iki üsul doğru üsullardır. İkinci üsul daha sadələşdirilmiş formadadır. Üçüncü üsulda isə hamısını bir yerdə hesabladıq.